Növbəti dərsimiz Azərbaycan ərazisinə daxil olan hava kütlələridir. Respublikamızın ərazisində 8 müxtəlif hava kütləsi var. Xəritədə də qeyd olunub bu. İlk növbədə danışaq kontinental Arktik hava kütləsi haqqında. Baxın, tünd göy rəngdə çəkilib bu. Deməli, kontinental Arktik hava kütləsi göründüyü kimi Şimal Buzlu okeanın donmuş buz səthi üzərindən daxil olduğuna görə respublikamızın arasında kontinentallıq yaradır. Temperaturu aşağı salır. Əsasən qar yağması ilə müşahidə olunur. Respublikamızda daxil olarkən iki istiqamətdən, şərqdən və qərbdən daxil olur. Digər hava kütləsi dəniz Arktik hava kütləsidir ki, bu da yaşıl rəngdə qeyd olunub xəritədə. Baxın, adalar üzərindən, əsasən Qrenlandiya və Şpitsbergen adaları üzərindən formalaşır və respublikamızın ərazisində daxil olur. Əsasən yenə də iki istiqamətdə, şərqdən və qərbdən daxil olur. Qışın sonu və yazın əvvəllərində qar yağmasına səbəb olur və temperatur aşağı düşür, buludluq çoxalır, yağıntı artır. Digər hava kütləsi isə mülayim dəniz və ya Atlantik hava kütləsidir ki, buna həmçinin də Azor maksimumu deyilir. Çünki Azor adaları üzərində formalaşır. Əsasən Qara Dəniz və Şimali Qafqaz ərazisindən, yenə də iki istiqamətdən, şərqdən və qərbdən respublikamızın ərazisinə daxil olur. Daxil olarkən əsas güclü yağıntı düşür, yəni yağış yağması ilə müşahidə olunur. Yazın sonu və yayın əvvəllərində deməli respublikamızda yəni yağıntıların yaranmasına səbəb olur. Digər hava kütləsi mülayim kontinental hava kütləsidir. Mülayim kontinental hava kütləsi xəritədə narıncı rəngdədir. Əsasən Şərqi Avropa düzənliyinin cənub-şərqindən, daha sonra Qazaxıstanın qərbi və Qərbi Sibirin cənub-qərbindən respublikamızın ərazisinə daxil olur. Bu da eyni ilə digər hava kütlələri kimi şərqdən və qərbdən daxil olur. Qışda havanı çox soyudur, yayda isə hiss olunmur. Növbəti tropik hava kütləsidir ki, bu da Şimali Afrika və Ərəbistan üzərindən əsasən İran yaylasından keçərək cənubdan Azərbaycan ərazisinə daxil olur və daha çox Küləraz ovalığında hiss olunur. Qışda temperaturu yüksəldir, yayda isə quru və isti hava şəraiti müşahidə olunur. Növbəti hava kütləsi cənub siklonlardır ki, Aralıq dənizi İranın şimal-qərbi Kiçik Asiya üzərindən daxil olur. Baxın, 3 ox var. Bax, yaşıl rəngdə 3 dənə ox var. Bax, bu həmin oxlardır ki, biri Aralıq dənizindən, digəri Kiçik Asiya yarımadasından, digəri isə İranın deməli şimal-qərbindən göründüyü kimi respublikamıza daxil olur. Yayda böyük yağıntı düşməsi ilə nəticələnir. Növbəti hava kütləsi Orta Asiya hava kütləsidir ki, Xəzər dənizi üzərindən keçir. Xəritədə qırmızı rəngdə göstərilib və deməli ilin isti dövründə temperaturu artırır, qışda isə azaldır. Daha çox Aranda yağıntı düşməsi ilə müşahidə olunur və bu hava kütləsi cənub-şərq istiqamətdə Xəzər dənizindən daxil olarkən Talış dağları ilə toqquşur və toqquşma nəticəsində deməli oroqrafik yağıntıların yağmasına səbəb olur. Növbəti hava kütləsi isə yerli hava dövranını qeyd edirik ki, biz yerli hava dövranı Xəzər dənizi ilə quru üzərindəsi olan təzyiq fərqindən əmələ gəlir. Ümumilikdə Azərbaycan ərazisində biz bilirik ki, şimaldan və cənubdan daxil olan hava kütlələri var. Şimaldan Xəzri küləyidir, cənubdan isə Gilavar küləyidir. Xəzri temperaturun aşağı düşməsinə səbəb olur, Gilavar isə temperaturun artmasına səbəb olur və Abşeron yarımadasının havasının təmizlənməsində mühüm rola malikdir. Bundan başqa biz dağ-dərə küləklərini də qeyd edəcəyik. Bunu növbəti, yəni əvvəlki dərslərimizdə keçmişik. Yəni dağ-dərə küləkləri bilirik ki, ilin isti dövründə quru olması ilə müşahidə olunur. Əsasən deməli, dağətəyi ərazilər üçün xarakterikdir və bundan başqa respublikamızda formalaşan hava kütlələrindən Ağ-Yel və Qara-Yel də qeyd edəcəyik. Ağ-Yel əsasən Küləraz ovalığında, Qara-Yel isə Gəncə-Qazax düzündə müşahidə olunur. Bu qədər. Hava kütlələri haqqında yəni deyəcəklərimiz bunlardır.